Qulp Maqazin kanalını izləyirsiniz. Ən son yenilikləri qaçırmamaq üçün kanalımıza abunə olun, videonu bəyənin və bildiriş butonunu aktiv edin. İndi isə keçək növbəti xəbərimizə. Baboş canlı yayım zamanı səhhəti ilə bağlı maraqlı açıqlama verib. O, həkimin ona tualetdə oturmamağı tövsiyə etdiyini bildirib. Baboş bu sözləri izləyiciləri ilə söhbəti zamanı səsləndirib. Həmin görüntüləri təqdim edirik. Ağrılarım olur, nə yalan deyir, ayağım vuruşur. Həkim deyib qəti sürətdə ancaq tualetə gedəndə oturanda deyir oturmasın çox ha. Həkim tapşır. Amma bir saat uzansın, gönə qədər sifətim görüntülər arıqlayıb. Xeyli arıqlamışam, brat. Bax bir saat uzansın, 15 dəqiqə gəzsin. Bir saat uzansın, bir neçə ay dedi ayağında uyuşma keyimi olacaq. Bir də implant qoyul bax 2 dənə, o onun yerinə oturana qədərdir. İndi biraz gəzirəm. Bir gün də xeylaq yatmışam gün ortanı. Gecə nətə yatacağım onu bilmirəm. Belə yaxşısan. İnşallah sağ ol. İtim dolaşmışdı deyib. Buradan kimi müraciət edildim. Bir dənə oğlan gəldi, açdı. Maxda mənə baxan qonşu deyir ki, tanışım var. Deyəcəm gəlsin, baxsın, amma yeməyinin pulunu atarsan, Max aparsın, evində saxlasın. Sağ olsun, dedim, hə, yaxşı. Aparıb saxlayacaq, mən ayağa durana kimi yaxşı olandan sonra ta Max'ı gətirəcəklər. Çox yeyir, Max dəhşət çox yeyir. Bunlara nə var deyək ha. Stolun altında bircə qırıq balaca, 2 dənə balaca əti qoysan, axşama kimi bəs eləyir. Oynadı udduq. Sağ olsun Perikol. Neyirsin? Ölkəşmişəm. Elə biləm balalarımdır. Bağlılıq var. Sən oxşayım. Elə biləm balalarımdır, uşaqlar. İnsan nətər, nə biləm, çox bağlanmışam. Bağlılıq pis şeydir. Dəhşət bağlanmışam. Başa düşürsünüz, bağlanmışam. Elə biləm Perikol, 3 dənə itim var, Perikol, bir dənə də pişiyim. Mənə deyirlər, neyinirsən? Deyirəm, az bağlanmışam da. Qocan pişik gedib işəməyib ki. Bax, Ləman gəldi burada, qaldı 3-4 gün. Getdi ki, pis oldu, darıxdım. Gələr çıxar işəyər bura, ondan sonra onu bilsə nə gün aparım.